Rəsul Şahverdiyev şəhid olmamışdan öncə ona verilən sual sənin yaşın düşmür axı, niyə müharibədə iştirak edirsən? Bu sual fonunda cavab verir ki, mən nənəmin sinəsinə başımı qoyanda onun bir döşünün olmadığını gördüm. Deyir, sual verdim ki, nənəmə, bəs sənin döşünün biri hardadır? Deyir, nənəm dedi ki, o vaxt ermənilər kəsib mənim döşümü. O zaman deyir, mən qarşıma məqsəd qoymuşdum ki, ermənilərdən nənəmin qisasını mütləq alacam. Mən nənəmin qisasını almağa gedirəm ermənilərdən və bildirilir ki, həm də Salatın Əsgərovanın qisasını alanda məhz bizim bu şəhidimiz olub. Çox təəssüf ki, biz 1-ci Qarabağ savaşında dünyasını dəyişənlərin hələ də igidliyi haqqında bəs qədər məlumata malik deyilik. Düz ad tanıdıqlarımız da var, amma həqiqətən də bir 15 minə yaxın şəhidimiz var bizim 1-ci Qarabağ savaşında, amma çoxlarının mübarizliyi haqqında, çoxlarının döyüşkənliyi haqqında çox təəssüf ki, hələ də o məlumatlara malik deyilik və öz doğmalarının qisasını alan neçə 1-ci Qarabağ şəhidləri var. Bizim üçün şəhidlərin zaman fərqi yoxdur. Adı hansı ildə verildi ona, hansı ildə şəhid statusu qazandı fərqi yoxdur. Bizim üçün şəhidlər ölməzdi, vətəndə bölünməzdi. Allah bütün savaşlarda mərcəsinə iştirak edən şəhidlərimizə və Allahın dərgahına qovuşan şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı versin və təbii ki, Azərbaycan ordusunu qorusun.